Salam hörmətli müəllimlər. MİQ-ə hazırlaşanlara dəstək məqsədi ilə belə bir MİQ səviyyəli sual sizə təqdim edirəm. Öncə videonu dayandıraraq sualı özünüz həll etməyə çalışın və cavabınızı şərh bölməsinə yazın və sonda bizimlə yoxlayarsınız. Keçək sualın izahına. Azimutal proyeksiyada yalnız qütbətrafı ərazilərin təsvirində istifadə edilir. Bu fikir yanlışdır. Çünki azimutal proyeksiyada həm də yarımkərələrin xəritəsi tərtib edilir. Yanlışa yanlış verildiyə uyğun hesab edilir. Fiziki xəritələrdə mütləq hündürlük areal üsuldan istifadə edərək təsvir edilir. Əsasən keyfiyyət fonundan istifadə edilir. Bu yanlış fikirdir. 8 qərb uzunluğu 24 saat qurşağı daxilində yerləşir. Bəli, 7,5-dən qərbdədir deyə daha doğrusu yanlış fikirdir. Çünki 24 saat qurşağı 7,5 qərb, 7,5 şərq uzunluqlarını əhatə edir. Ona görə bu yanlışdır. Yanlışa yanlış verildiyə uyğundur. Misir ərazisindən keçən hər hansısa bir meridian Ukrayna və Finlandiya ərazisindən keçə bilər. Bu da doğru ifadədir. Ukrayna və Finlandiya Misirdən şimalda yerləşir və yəni onları kəsən ortaq meridian mövcuddur. Bu doğrudur, yanlış verilir, deməli uyğunsuzdur. 22 iyun tarixində Şimal Qütb dairəsində qütb gecələri müşahidə edilir ifadəsi yanlışdır, qütb gündüzləri olmalıdır. Qütb işıqlanma qurşağı daxilində bütün məntəqələrdə il boyu gecə və gündüzün adi növbələşməsi pozulur. Bu ifadə yanlışdır il boyu dediyinə görə. Çünki məsələn 66,5 şimal enliyində cəmi bir gün pozulur. Elə yer var ki, məsələn qütblərdə 6 ay pozulur. Elə yer var ki 3 ay pozulur. Elə yer var ki 5 ay pozulur. Elə yer var ki 3 gün pozulur. Yəni il boyu pozulmur. Yanlış fikirdir, yanlışa yanlış verildiyə uyğundur. Sualımızın doğru cavabı 1-ci, 3-cü və 6-cı olacaq.